Əgər xroniki stressdən əziyyət çəkirsənsə və bunun üçün həftə sonu məzuniyyəti gözləyirsənsə, əslində bədəni daha çox tükədirsən. İndi deyəcəyim 5 qayda ilə xroniki stressdən tamamilə azad ola bilərsən. 1. Hər yeməkdən 15-20 dəqiqə sonra mütləq yürüyüş et. Yürüyüş etmək nəinki bədəndə stresi azaldacaq, həmçinin həzmə də yaxşı kömək edir və qan şəkərini də stabil saxlamağa kömək edir. 2. Dərin və uzun nəfəs. Bəzən gün elə dolu, intensiv keçə bilir ki, biz nəfəs almağı unuda bilirik. Lakin dərin nəfəs almaq beynimizdə stresi anındaca azalda bilər. Dərin nəfəs üçün 4-4-6 qaydasını istifadə edə bilərsən. 4 saniyə dərin nəfəs alıb, 4 saniyə saxlayıb, 6 saniyədə isə buraxmaq. Bu bəsit hərəkət beyninə dərhal hər şey nəzarətdədir siqnalını ötürür. 3-cü qayda, günün 1 saatını özünə vaxt ayırıb sakit bir böyükdə otlu çay içmək. Bu, günün sürətini, ritmini yavaşlatmağa kömək edəcək. 4-cü qayda isə, buna journaling deyirlər. Mənim ən sevdiyim qaydalardan biridir. Fikirlərini kağıza köçür. Gün ərzində bizim beynimizə milyonlarla fikir daxil olur və bu fikirlər artdıqca zamanla stressə salır və enerjimizi tükədir. Bir vərəq götür və ağlına gələn hər şeyi kağıza köçür. Fikirlərin kağıza düşəndən sonra beynin də çox rahatlayacaq. Və sonuncu 5-ci qayda isə yuxudan 1 saat əvvəl ekran işığını tamamilə kəsmək və azaltmaq. Hal-hazırda bir çox insanların yuxuya gedə bilməmə səbəbləri də məhz axşam sosial şəbəkədə edilən scrollinglərdir ki, zamanla bizim beynimizdə yaddaşsızlığa, yəni Alzheimer xəstəliyinə gətirib çıxarır, həm də yuxu keyfiyyətini məhv edir. Əgər siz həm də intensiv idmanla məşğul olursunuzsa və axşamlar yuxuya gedə bilmirsinizsə, maqnezium qida əlavəsini də rasiyon əlavə etməklə daha yaxşı yuxuya getməyi artıra bilərsiniz. Bu 5 qaydanı həyatıma daxil etdikdən sonra stresi və kortisolu artıq daha rahat nizamlaya bilirəm. Əminəm ki, sizlər də bunları öz həyatınızda tətbiq etdikdən sonra nəticəsini görəcəksiniz. Bu videonu stressdən əziyyət çəkən dostuna göndər və faydalı məlumatlar üçün səhifəmi izləməyi unutma. Növbəti videolarda görüşənədək.